Türkiyənin Suriya siyasəti ilə bağlı son zamanları yayılan informasiyalara münasibət bildirmək istəyirəm. Çox maraqlıdır. Həm Türkiyənin özündə, həm də Azərbaycanda müəyyən dairələr birdən-birə Əhməd Əl-Şaranı terrorçu, terrorbaşı olaraq elan edir və onu maksimum gözünə salmaq, o cümlədən Türkiyənin Əhməd Şaranı müdafiə eləməsini də deməli Türkiyənin siyasətinin eybi kimi təqdim edirlər. Amma həm də YPG ilə Əhməd Əl-Şaranın müqavilə bağlaması və Suriyanın bütövlüyü üçün çox ciddi bir addım olan bu addımı gözdən salmağı və Türkiyənin indiki bazarlıqlar məsələsində Türkiyənin milli maraqlarını təhdid olması kimi təqdim eləmək kimi sərsəm iddialar ortaya atırlar. Mənə elə gəlir ki, Türkiyə tarixində Çanaqqala zəfərindən sonra ən ciddi siyasi dönəm ərəfəsindədir. Əgər Türkiyənin içərisində siyasi birlik, BHP, AK Parti birliyi Orta Doğuda böyük qurulmuş oyunları pozaraq indiki zamanda Suriyanın üzərində nəzarət paketini əldə edirsə, ondan özünü türk sayan, biraz da siyasətdən başı çıxan hökmən bunu təqdir eləməlidir. Əks halda nəzərə almırlar ki, Ələvilərin soyqırıma məruz qalması ilə sərsəm bir iddialarla çıxış eləmək əbləhlikdən başqa bir şeydir. Ələvilər şişələrin bir qoludur. Tam 50 yolun davamçılarıdır. Olsun, Allah imanlarını kamil eləsin. Amma burada heç İran izi aramırlar. İran və Rusiya hansı oyunları Türkiyə üçün hazırlayırlar, bunu gündəmə gətirmirlər. Və hətta daha çox Ələvlərin məskunlaşdığı zonalar haradır? Rusiyanın hərbi bazalarının olduğu və Rusiyanın iflas olduğu ərazilərdir. İranın iflas olduğu ərazilərdir. Bu baxımdan deməli əsas hədəfdən yayındıraraq hədəfi mən də varam deyən yaxın və orta şərqdə mən də varam deyən Türkiyəni susturmaq üçün Türkiyənin düşmənlərinə deməli güc verməkdən başqa bir şey deyil. Biz Rusiyanın, İranın və onlarla həmfikir olan bəzi Batı dünyası dövlətlərinin Türkiyənin Orta Doğuda var olmasını, Suriyada var olmasını istənməsini anlamalıyıq. Amma eyni zamanda Türk faktoru da qabarır. Niyə görə? Amerika Birləşmiş Ştatları Trump'ın yanlış siyasəti ilə Avropa Birliyi ittifaqı pozulmuşdur. Avropa Birliyi yeni güvənlik sistemi qurur və bu güvənlik sistemində Türkiyə hesaba gəlir, Türkiyə önə çıxır. Türkiyənin perspektivləri nə açılır burada? Həm deməli Avropanın güvənliyində Türkiyənin ordusu və güvənlik sistemi, sənayesi mühüm rol oynayacaq. Eyni zamanda Türkiyənin Avropa Birliyinə gedən qapısı açılacaq. İç savaşda olabilir. İç savaşda müxalifət hakimiyyət oradan mübarizə aparır. Əgər gerçəkdən indiki zamanda Suriyada indiki iqtidar öz istəyi ilə nail ola biləcəksə və Türkiyənin bayrağı dik olacaqsa, onda bu müxalifətin növbəti seçkilərdə də deməli koalisiyanın, ən azı AK Parti, MHP koalisiyasının namizədinə uduzma şansları artacaq. Mənə elə gəlir ki, milli məsələ, dövlət məsələsi, bayraq məsələsi öndə olanda xırda iddialar və müxalif iddialar arxa plana keçməlidir. Biz Azərbaycanda, mən özümdə o kateqoriyaya daxil olaraq dövlət və millət öndədir. Ən sonunda gələn isə bizim firqə maraqlarıdır. Türkiyədə də bu siyasət yürüdülsə, bundan qazanan Türkiyə yox, Türk dünyası olacaqdır. Tanrı Türkiyə, Türk dünyasına və yeni dünyada mən də varam deyən Türk millətinə, Türk ulusuna yar olsun.